Salam, hər birinizi xoş gördük. Hörmətli kanal izləyicilərimiz, 3 sotda marşrut xəttinə, məktəbə yaxın olan gözəl bir evimizin təqdimatını edirəm. 6 otaqdan ibarətdir. Həyətyanı sahəsinə gördüyünüz fundament daşlardan üzlənilib, rahat şəkildə 2 avtomobil daxil ola bilir. Sağ tərəfdə belə bağ sahəsi ayrılıb, gördüyünüz kimi. Evin yan tərəfinə keçmək olur. Digər hissədə isə çardaq yığılıb. Burada obyekt də var, yəni üzü yola baxır. İstəsəniz bunu da kirayə verə bilərsiniz. Baxın, belə bir obyekt kimi nəzərdə tutulub. Jaluz qapıdır, üzü yola baxır. Bura həyətdə tikilmiş belə bir sanitar qovşaq kimi nəzərdə tutulub. Amma evdə istifadə olunmur hal-hazırda. Ehtiyac su çəndə kimi, su nasonçusuna kimi var. İstilənmə komu sistemidir, yerdən kifayət qədər kürsülüdür. Kupçalıdır, yəni torpağın da evində kupçası var ki, dövlət ipotekasına yararlıdır. Giriş hissədə belə bir fuyesi var və daxil oluq evin içərisinin təqdimatına. Evimizə daxil olarkən bizi belə bir dəhliz qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsilə aparılıb. Hörmətli izləyicilərimiz, ev illərin evidir, oturuşmuş evdir. Qoşadaşdan işlənilib, fundament, kəmər, mərtəbə arası monolit betondur. Sadəcə evin təmirə ehtiyacı var. Yəni daha çox səliqəyə salınmalıdır. Ev sahibi də onların hamısını düşünülərək ortaq qiymət çıxardıb. Yəni kupçalı dövlət ipotekasına yararlı, pilləkənlərində kimi betondur, üzü meşə materialdan işlənilib, kombi bu hissədə yığılıb. Sanitar qovşağı hamam otağı ayrı-ayrıda yerləşir. Bu hissədə evimizin mətbəxidir. Evin kvadratı çox genişdir, hörmətlidir. Yox, mətbəxə baxın, geniş mətbəxi var. Evin sadəcə içinə, çölünə xərc lazımdır. Dediyim kimi, ev sahibi onları düşünərək uyğun qiymət çıxardıb və deyəcəyimiz qiymətin də içində yenə də endirim olunacaq. Yəni, belə tip evlər adətən 150-200 min arası təklif olunur. Bu cür evlər 150-200 min arası təklif olunur. Çünki 6 otaq, kvadratı çox böyükdür. 3 sot torpaq sahəsində mərkəzli marşrut yolundan 3-cü evdir, hörmətli izləyicilərimiz. Zala baxın, çox genişdir. Ev sahibi bu ev isə 135 min manat ilkin qiymət olaraq təklif edir. Yəni ki, o qoyulan xərcləri qiymətdən çıxıb. Əgər bu ev sizin istədiyiniz kimi tam ideal vəziyyətdə təmir olunsaydı, 150-200 min arası təklif olunardı. Amma hal-hazırda ev sahibi onların hamısını nəzərə alaraq qiyməti münasibdir. Yenə gələn müştərilərimizə həqiqətən çox gözəl endirim olunacaq. Bura qonaq otağı idi. Gördüyünüz kimi çox geniş qonaq otağı var. Tavan hündürlüyü həqiqətən 350-dən çoxdur. Aşağı mərtəbədə gördüyünüz kimi qonaq otağın kəlli hissəsində bir kiçik yataq otağı, mətbəx bu hissədə yerləşir. Sanitar qovşaq gördüyünüz kimi burada yerləşir hamam otağı. İllərin evi dediyim kimi təmir olunub, hal-hazırda təmirə ehtiyac var. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə geniş bir dəhliz. Açıq belə, yəni burada oturub durmaq üçün kifayət qədər ərazi var. Eyvana çıxış hissəsi. Burada yerləşir yataq otağından birincisi. Ölçülər hər birisi genişdir. Otaqların ölçüləri çox genişdir. Burada yerləşir növbəti yataq otağı. Bu hissədə isə sonuncu yataq otağı. İkinci mərtəbədə 3 yataq otağı yerləşir. Evdə hal-hazırda bu otaqlarda yaşayış olmadığı üçün biraz töküntülü görsənə bilər, üzrlü sayəsiz. Burada isə əslində ikinci mərtəbədə qladovka kimi nəzərdə tutulub. Buranı hamam otağı da eləyə bilərsiniz. Gələcəyinə təbii ki, təmir etsəniz. İşıqlı bir evdir, dediyim kimi şəxsi evdir. Sadəcə təmirə ehtiyacı var. 15-20 min xərci var evin. 135 minə ev sahibi buların hamısını nəzərə alaraq qiymət çıxardıb satışa. İstəsəniz, yenə də qəşəng endirimimiz olacaq. Həqiqətən əlaqə saxlayın. 051 635 1797 nömrəmizə əlaqə saxlayın. Abşeron rayonu Masazır qəsəbəsi 569 nömrəli marşrut xəttinə cəmi 10 metr məsafədə yerləşir. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub, videoları bəyənməyi unutmayın. O adicə balaca evlərin qiymətinə təklif olunur. Pis qiymət deyil, yaxşı qiymətdir. Bu evi alsanız sizə 140-150 minə də başa gəlsə, amma çox gözəl qiymətinə haqqını verən evdir. İzlədiyi üçün bir daha hər birinizə təşəkkür edirəm.